Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar gündəmə gəlib. Bir xəbər media, yerli media istinadən xəbər verir ki, idarənin rəisi Nail Məmmədovun fəaliyyəti dövründə əsassız pul yığımları, müəllimlərin dərs saatlarından vəsaitlərin tutulması, dəftərxana ləvazimatlarının alınması adı altında keçirilən tenderlərdən mənimsəmə halları, Həmkarlar İttifaqına toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, müəllimlərə ayrılan dərs saatlarının qeyri-rəsmi şəkildə satılması və tarixi mədəni abidələr qorunması üçün ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı məlumatlar mövcuddur. Məlumatda bildirilir ki, Azərbaycan xalqının çox əsrlik tarixi və mədəni irsinin qorunması, bərpası və mühafizəsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi suallar yaranır. Mənbənin məlumatına əsasən Gəncə Daşkəsən regionunda fəaliyyət göstərən musiqi məktəbləri, mədəniyyət evləri, rəsm məktəbləri, qaleriyalar, klublar, muzeylər və digər mədəniyyət müəssisələrində həyata keçirilən tikinti, cari və əsaslı təmir işləri üçün ayrılan dövlət vəsaitlərinin bir hissəsinin nağdlaşdırılaraq mənimsənilməsi ilə də bağlı məlumatlar var. Bundan başqa iddialarda qeyd olunur ki, Regional Mədəniyyət İdarəsində keçirilən tender prosesləri zamanı iştirakçı şirkətlərlə bağlı qərarlar Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə razılaşdırılır. Mənbə tender şirkətlərinin müəyyən edilməsində nazir müavininin rolunun olması ilə bağlı sualların yarandığını da vurğulayır. Qeyd olunan hallar təsdiqini tapacağı təqdirdə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı, rüşvət alma və digər korrupsiya xarakterli hüquq pozuntuları kimi qiymətləndirilə bilər. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.